Bizdən tez-tez soruşurlar, sizin üçün yeni il nədir? Və hər insan üçün yeni ilin mənası fərqlidir. Bu illəri mən bu yeni ilin məntiqini belə vurğulayardım. Dünyaya yeni gözlərlə baxmaq, bir anlıq dayanıb həyatımızın mənasını dərk etmək üçün xüsusi bir fürsətdir. Hər birimiz həyatı öz prizmasından görür. Lakin unutmayaq ki, xoşbəxtlik yalnız detalları görməkdə deyil, onların arxasındakı gizlənən mənasını dərk etməkdir. Və mən sizə arzulayıram ki, siz bu illərdə bu mənaları özünüz üçün tapıb, dərk edib həyata keçirdəsiniz. Biz işimizdə hər zaman görmə aydınlığını vurğuluyoruz. Amma yeni il həyatın aydınlığını hiss etməkdir. Qoy bu il həyatınızda hər şey daha aydın, məqsədlərinizə gedən yollar isə daha işıqlı olsun. Yeni iliniz mübarək.